Dostlar salam, hər vaxtınız xeyir olsun. Biz bugün sizlərin DİM 2000 test toplundan sualların izahına baxacağıq. Başlayaraq 244-cü sualda. Verilənlər bazası modelini göstərmək bizdən tələb olunur. Görürsünüz ki, bu cədvəl formasında verilib. Cədvəl formasında verilibsə, bizdə avtomatik olaraq relyasiya modeldir. Yazı cədvəli nə idi? Yazı, sətir, kortej bu üçü eyni anlayışdır. Yəni cədvəlin sətrini göstərir. Domin, sahə, sütun, fiil bunlar isə sütunu göstərir. Yəni eyni bir anlayışdır. Verilənlər bazasında müəyyən şərtlər əsasında verilənlərin seçimi. Bilirik ki, aksesin 7 əsas obyekti var. Bunlardan hər bir obyektin öz funksiyası olduğu kimi sorğuların da əsas funksiyası verilənlərin seçimi müəyyən şərtlər əsasında sorğular əsasında bizə lazım olan dataların analizidir. 247 cədvəl nə üçün istifadə olunur? Cədvəl aksesin əsas obyektidir. Verilənlərin sütun və sətirlərdə saxlanması üçün istifadə olunur. O da olacaq bizdə B variantı. İnformasiyanın sahə və yazı formasında. Sahə olaraq burada sütunu, yazı olaraq sətrini başa düşürük və saxlanma üçün təmin edən obyektdir. 248-ci sualda iyerarxik model verilənlər bazasında əlaqələr çoxluğuna nəyi bura aid etmək olmaz? Əvvəlki test toplarda burada çoxun birə idi, amma DİM-in yenilənmiş nəzəriyyəsində necə yanaşırlar? Baxın, tutaq ki, iyerarxik model bu formadadır. Biz demişik, bunların hər birindən də belə qollar var, bunların hər birindən yenə qollar var və bu çoxluq yalnız birə müraciət edə bilir. Çoxluq çoxluğa müraciət edə bilmir. Ona görə çoxun çox əlaqə forması yoxdur. 249 verilənlər bazasında xarici açardan nə üçün istifadə olunur? Deməli dostlar, xarici verilənlər bazasında bir unikal açarlarımız var, bir də xarici açarlarımız var. Unikal açarlar verilənləri bir mənalı təyin etmək üçün istifadə olunur hər bir domenin. Xarici açar isə birazdan sualların içərisində görəcəyik, cədvəllər arası əlaqə yaratmaq üçün istifadə olunur. Foreign keydə. 250-ci sualda demişik ki, ənd bizdə kəsişənlərdir, yəni ortaq olanlardır. Or isə ümumidir, yəni hamısıdır. 250-ci suala baxıram ki, boyu 1.65-dən kiçik olan və yaxud da ki, boyu 1.75-dən böyük olanları biz axtarırıq. Birinci baxaq, boyu 1.65-dən kiçik olan, burada 1.60 var. Növbəti 1.75-dən böyük olan isə 92 var, 80 var. Başqa yoxdur. Deməli, 1, 2, 3 dənə. Deyir ki, verilənlər bazası neçə yazı bizdə uyğundur? 3 yazı bizdə bu hissəyə uyğundur. 251-ci sualı bayaq köçürdüm mən burada. Burada baxaq. Deməli, bizdə burada birinci riyaziyyatdakı əməllər ardıcı olan kimisiz, mötərizənin içini eləməlisiniz. Fakültəsi kimya və yaxud biologiya olanlar. Baxın, bu hissəni birinci icra edirik. Fakültəsi kimya olan, deməli, bizdə 1-dir, 4-dür, 5-dir və 6-dır. Və eyni zamanda biologiya olanlar 2-dir və 7-dir. Deməli, bizim bu mötərizənin içi ödənəcək bizdə 1, 2, 4, 5, 6 və 7. Bunu saxlayıram qıraqda. Bu oldu ümumi mötərizənin cavabı. Yəni, bunu yerinə gətirib bunu qoyacağım. İndi mən cinsi 2 olanları axtarıram. Cinsi 2 olanlar, deməli, 1, 2, 3, 4 və 6-dır. Yazıram. 1, 2, 3, 4, 6. And doğum ili 81 və 81-dən böyük olanlar. Deməli, 1, 3, 4, 5, 6, 7. 1, 3, 4, 5, 6, 7. Və növbəti and olacaq bizdə mötərizənin içində nə var idi? 1, 2, 4, 5, 6, 7. Bunların hamısında deməli, mənim ortaq olan müəyyən dəyərlərim var. Bir dəfə də yoxlayaq. Deməli, fakültəsi kimya və yaxud da ki, biologiya olanlar. Fakültəsi kimya və yaxud da biologiya olanlar düzdür. Bu da düzdür, okey. Hamısı düzdür. İndi burada ortaq olanlar, hamısında ümumi olan, baxın, 1, 3-ündə də var. Deməli, 1-dir. Sonra 3 hamısında yoxdur. 4 hamısında var. 4-dür. Və 6 3-ündə də var. 6-dır. Cavab 1, 4, 6-dır. Sizdən desək ki, hansı yazılar götürəcəksiniz? 1, 4, 6. Neçə yazı dediyinə görə 3-dür. Cavabımız olacaq 3. Sonra bu sualın cavabı da bizdə olacaq 3. 252-ci sualda deyir ki, relyasiya modeli verilənlər bazasında doğru mülahisələr müəyyənləşdirməliyik. Burada deyir, cədvəlin hər bir yazısı müxtəlif yox, eyni strukturda olmalıdır, bir səhvdir. Nisbət anlayışı köçürü cədvələ ekvivalentdir, bəli, sətir və sütunların kombinasiyası, nisbətin qüvvəti, domenlərin sayıdır, dostlar. Gücü kortejlərin, demişəm, gücü kortejdir. Deyir ki, charging etil qarşılıqda yadınıza saxlaya bilərsiniz. 3 də səhvdir. Təkrarlanan yazılar ola bilməz, bəli.
Verilənlər bazasının idarəetmə sistemləri, verilənlər bazasının yaradılması redaksiyası idarəsi üçündür. Bəli, təkrarlanan adlanan sətirlər olar, olmaz. Nə təkrarlanan sütun olmaz, təkrarlanan adlanan sətir olmaz. Burada da foreign key yəni cədvəllər arası əlaqədir. Biz nə edəcəyik? Bir dənə də yuxarıda cədvəlimiz var. Orada iştirakçıları tapacağıq ki, hansı iştirakçılardır bizə verilmiş şərtləri ödəyən, gəlib burada ölkələrini tapacağıq. İndi cədvələ əsasən neçə ölkənin nümayəndəsi Chopin'in əsərlərini ifa edir. Deməli, Chopin'in əsərləri, Chopin bir buradadır, bir buradadır, buradadır, buradadır və buradadır. Deməli, bizdə bu hissəni kiçildirəm. Kiçildim hətta. Chopin'in əsərlərini ifa eləyənləri üzr istəyirəm. Yazırıq Lombardi, Murado, Bacon, Maritti və Ritter. İndi gəlin baxaq. Deməli, bizdə bu və bu. Lombardi və indi baxırıq ki, görüm, eyni ölkənin nümayəndəsi varmı? Bəli, 2 dənə İtaliya var. Deməli, ölkələrdən biri İtaliyadır. Neçə ölkə olduğunu soruşur. Muradov Azərbaycandır. Və Ritterlə Bacon ABŞ-dır. ABŞ-dır. Ümumi neçə ölkə oldu? Bizdə 3 ölkə. Sonra 254-cü sualdan artıq başlayır kompüter qrafikası.